2024-cü ilin oktyabrındakı seçkilər mənim ilk təcrübəm idi düzü. Olduqca çətin oldu. Çünki saxtalaşdırmanın ən çox davam etdiyi yerlərdə müşahidəçi olaraq getmişdim. Sadaxlı idi, Qızıl Hacılı idi. Məsələn, bir məntəqədə bizə qarşı şəxsi təzyiqlər var idi ki, yekə qızsan, burada nə gəzirsən, nə edirsən, qız başına niyə gəlibsən buraya, bizim işimizi pozursan burada. Bəzi insanların məsələn səs verirdilər, ona ştamp vurmurdular. Hansı ki müxalifət yönümlü insanlar var idi orada bir çox. Bilirdilər kimin nə olduğunu və bəzisinin səsi sayılmasın deyə ştamp vurmurdular bəzən. Məktəb müəllimləri biri gəlirdi, deyirdi ki, səs verəcəm, amma şəxsiyyət vəsiqəm yoxdur. Şəxsiyyət vəsiqən olmasa da olar deyirdi. Şəxsiyyət vəsiqəsini göstərmədən normal qeydiyyatdan keçirirdi, sonra həmin insan səs verirdi. Təkcə bir dəfə yazdım şikayəti. O da böyük ehtimalla sonrasında heç nəzərə də almadılar, cırfdılladılar. Tək seçkilərin deyil də sistemin dəyişməsi, bizə baxış açısının dəyişməsi gərəkdir. Bunun üçün daha azad şəkildə gedək insanlar gedə səsini verə, daha pula satılmaya və fərqli məcburiyyətlərdən gedib səs verməyə hansısa bir kandidata.